Azərbaycanda sosial yardımın verilməsi ilə bağlı növbəti mübahisəli hal qeydə alınıb. Vətəndaş iddia edir ki, onun cəmi bir ədəd toyuğu olduğu üçün ünvanlı dövlət sosial yardımı təyin edilməyib. Bölgə TV-nin xəbərinə görə, sosial vəziyyəti ağır olmasına baxmayaraq, aidiyyəti qurum tərəfindən aparılan yoxlama zamanı həyətə saxlanılan bir toyuq gəlir mənbəyi kimi qiymətləndirilib. Nəticədə ailəyə sosial yardımın verilməsindən imtina olunub. Bundan əlavə vətəndaş bildirir ki, yoxlama zamanı həyətdə 2 itin olması da əsas gətirilib. Lakin o vurğulayır ki, həmin itlər ona məxsus deyil, küçə itləridir və sadəcə həyətdə sığınıblar. Vətəndaş qeyd edir ki, buna baxmayaraq itlərin varlığı onun maddi imkanlarının yaxşı olması kimi dəyərləndirilib. Vətəndaş hesab edir ki, bu yanaşma sosial ədalət prinsipinə ziddir və həqiqətən ehtiyacı olan insanların yardım almaq imkanlarını məhdudlaşdırır. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq. Rəna Rövşənqızı, BTV. Sosialdan gəldilər, çəkdilər, dedilər qapında bir dənə toğ var, 2 dənə də itin var. Həzrət Abbas haqqı, bunlardan başqa qapıda heç nəyim yox. Mənə dedilər 2 dənə itin var, bir də toğun, səhər sosial düşmür, Allah toğda bir dənədir. Bax da. İtdə, özü Allah'ın olsun, mənə deyir. Prost gəldilər, qapıda gördülər. Dedilər səhər sosial düşmür.